biotech lazerlə tük bölməsi əməliyyatını icra edirik. Bu xəstəmizdə gənc kişi xəstədir, birinci əməliyyatımız residiv bir əməliyyat idi. Bu xəstədə ilk dəfədə əməliyyat olur, 36 yaşı var. İndi buranı göstərilən olmasa. Bax, bu 3 dənə var olan dəlikdir, biz hər hansısa bir kəsi yaparlamışıq. Bu, xalq arasında tırtıqlı qaşıq dediyimiz qaşıq vasitəsilə bu dəliklərdən biz giririk, normalda bu qədər yeri kəsməliyik əslində. Bu qaşıqla girir, içəridəki kistanın içərisində bu təmizlənib arxan yaxın. Qaşıqlarla təmizlənəsdən sonra üzümüzü onları şöyle oluşumları təmizlədikdən sonra lazerin içərisində bu qədər bu toxumanı, misal üçün hələ düzdür. Buradan gəlirik, bura qədər gəlirik. Bax, görürsünüz, bura qədər gəlirik. Digər cəlliklərdə, digər istiqamətləri basınlıdır. Lazerin radial şüaları ilə içərinin, kistanın divarlarını da yenidən əmələ gəlməsinin maksimum qarşısını almaq üçün yandırırıq. Bu işləmi eyni xəstədə tamamilə ağrısız sedasiya, xalq arasında zamanla vurduğumuz narkozla vena daxili sedasiya ilə, yəni deməsə, təxminən 2-3 dəfə qaşıyıb bu şəkildə də yandırılır ki, yenidən əmələ gəlməsində maksimum qarşısını almış olur.